Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmək istəyən namizədlər mmo.edu.az saytının təhsil müəssisələrinə qəbul bölməsindən təhsil almaq istədiyi müəssisələri seçərək elektron sənəd qəbulu portalına keçid etməlidir. Elektron sənəd qəbulu portalında sənədlər bölməsinə daxil olaraq namizədlər müvafiq təhsil müəssisəsinə qəbul qaydaları, elektron sənəd qəbulu portalının istifadəçi təlimatı, ərizə və anket formalarını əldə edə bilərlər. Həmçinin portalda qəbul prosesi zamanı vətəndaşlar tərəfindən ən çox verilən suallarla tanış olmaq mümkündür. Qeydiyyatdan keçmək istəyən namizəd qeydiyyat bölməsinə keçid edərək açılmış pəncərədə istifadəçi qaydaları ilə tanış olduqdan sonra qəbul edirəm düyməsini sıxmalıdır. Növbəti səhifədə şəxsi kabinet yaratmaq üçün müvafiq xanalar doldurularaq kabinet yarat düyməsi sıxılmalıdır. Qeydiyyat zamanı istifadə etdiyiniz elektron poçt ünvanına göndərilmiş linkə daxil olaraq şəxsi kabinet aktivləşdirilməlidir. Linkə daxil olduqdan sonra açılan pəncərədə müvafiq xanalar doldurulmalı və sonda kabinet yarat düyməsi sıxılmalıdır. Bu mərhələdə namizədin şəxsi kabineti yaradılmış hesab olunur. Yeni açılan səhifədə sənəd əlavə et düyməsi sıxılaraq müvafiq sənədlərin elektron forması kabinetə əlavə edildikdən sonra göndər düyməsi sıxılmalıdır. Tibbi müayinə bitdikdən sonra şəxsi kabinetdə olan bütün sənədlərə bax bölməsinə keçid edərək sənəd qovluğunu redaktə et bölməsində forma 7 əlavə et düyməsi sıxılmalıdır. Açılan səhifədə sağlamlıq haqqında arayış forma 7 qeyd olunan bölməyə elektron formada daxil edilməli və forma 7 əlavə edildiyi seçimini edərək göndər düyməsi sıxılmalıdır.